Herkese salam, Kripto Azərbaycan kanalına xoş gəlmisiniz. Mən Xəlil. Bugünkü videomuzda Bitget'in yeni tanıtdığı yeni ticarət aləti olan Tradfi haqqında məlumat verəcəm. Gəlin videonun başına çəkilişimizi eləyək, sonra videoya davam eləyərik. Əvvəlki videomuzda toplamda 32 ədəd yorum var. Bu 32 nəfərdən 2 nəfər bizdən hər biri 5 dollar olmaq üzrə 10 dollar mükafat qazanacaq. Bu artıq bizim bütün videolarımızda olacaq. Ona görə də videomuzu bəyənib yorum yazmağı unutmayın. Bəlkə növbəti videoda qazananlardan biri siz ola bilərsiniz. Artıq çəkilişimiz başlayır. Qazananları burada görəcəyik. Buradan qazananları təbrik edirəm. Zəhmət olmasa 24 saat ərzində Telegramdan mənə özəldən yazsınlar ki, ödənişlərini göndərim. Əgər bu iki şəxsdən biri yazmasa, artıq onun haqqı digər üçüncü şəxsə keçmiş olacaq. Videomuza geri qayıdaq. Bu Tradfi nədir? Bunun haqqında sizlərə öncələ məlumat vermək istəyirəm. Daha sonra işləmləri necə daxil olmalı olduğumuzu və s. göstərəcəm. Bizdə normalda kriptovalyuta ilə ticarət edirik. Yəni Bitcoin, altcoinlər və s. alım-satımları edirik. Bitget sayəsində artıq bizlər kriptovalyutalardan əlavə olaraq Forex, MT bazarlarına, indekslərə də yatırımlar eləyə biləcəyik. Öncəliklə Bitget hesabımıza burada giriş edirik. Daha sonra Futures bölümünə girəndə burada gördüyünüz kimi Tradfi bölümü gələcək. Buna tıklayırıq. Əgər Bitgetdə hesabınız varsa, aşağıda daxil ol bölümünə tıklayaraq hesabınıza giriş edirsiniz. Əgər hesabınız yoxdursa, videonun açıqlamalar bölümündə sizə qeydiyyat linki buraxacağam. Həmin o linkə girib qeydiyyatdan keçirsiniz, kimlik doğrulamanı və s. tamamlayırsınız. Daha sonra gəlirsiniz buradan yenə Futures bölümündən Tradfiyə girirsiniz. Buradan da hesabınıza giriş edirsiniz. Hesabımıza daxil olduq. İndi biz bura pulu necə yatırmalıyıq, işləmləri necə etməliyik, qısa olaraq onları göstərəcəm. Hesabımıza giriş etdikdən sonra aşağıda gördüyünüz kimi Tradfi hesabı yaradın bölümü var. Eyni zamanda bu sağda da var. Bura tıklayıb biz burada hesabımızı yaratmalıyıq. Bunu onaylayıram, ikincini də onaylayıram. Burada gəlirik ən aşağıya düşürük. Daha sonra sonraki bölümünə tıklayıram. Burada özümə MT5 parolu təyin edirəm. Parolumuzu təyin etdikdən sonra bizdən mail doğrulaması istəyir. Mail doğrulamamızı da yazırıq. Daha sonra davam edəcəyik. Hesab ID'miz yazıldı. Burada təsdiq edirik. Artıq bizim Tradfi hesabımız açıldı. Yəni bizlər burada metallara, indekslərə, Forex və MT bazarlarında artıq işləmlər apara bilərik. İndi biz bura yatırım eləməliyik. Necə yatırım eləməliyik? Burada blokçeynlər arası yatırma, çəkmə və s. işləmlərə gərək yoxdur əslində. Bitget hesabınızda, normalda spotda balansınızı bura transfer vasitəsilə göndərə bilirik. İndi gəlin sizlərə transfer bölümünü göstərim. Sağ yuxarıda Kaştok bölümünə tıklayanda Tradfi var. Tradfiyə tıklayırıq öncəliklə. Daha sonra burada depozit var. Depozitə tıklayırıq. Bu ləkə yazılıb spot deməkdir yəni. Burada məsələn 20 dollar mən Tradfiyə göndərəcəm. Gördüyünüz kimi ləkədən, yəni spotdan Tradfini seçirəm burada. Təsdiq edirəm. Aktivlərə girəndə artıq burada gördüyümüz kimi bizim 20 dollarımız gəldi hesabımıza köçdü. Biz artıq burada işləmlərə girə bilərik. Burada işləmləri tam göstərə bilməyəcəm sizlərə. Çünki mən Forex bazarlarında işləm eləmədiyim üçün lotla falan işləm açırlar burada. Ona görə də burada işləmə girib sizdə yanlış yönləndirmək istəmirəm. Biz hal-hazırda Bitgetdə həm kriptovalyutalarla ticarət edə bilirik, həm də eyni zamanda artıq metallarla, indekslərlə, Forexlərlə, MT bazarları ilə işləmlər apara biləcəyik. Ümumi tanıtıma da gələndə kriptodan kənara çıxın, qızılı, Forex və daha çoxunu araşdırın deyə bir səhifə qarşılayır burada bizi. USDT vasitəsilə qlobal aktivlərə daxil olun. Forex, metal, MT və indeks bazarlarını biz başqa bir platform, başqa bir birja olmadan rahat bir şəkildə Bitgetin özündə işləmlər eləyə biləcəyik. Burada da gördüyünüz kimi yüksək leverage verirlər 500x-ə qədər, yüksək səviyyəli likvidlik, aşağı əməliyyat haqqları, fondun qorunması. Bitget birjası bildiyimiz kimi dünyanın ən böyük birjalarından biridir. Məncə fondun qorunması ilə bağlı bir problem olmayacaq deyə düşünürəm. Əslində bu il planlarımın arasında Forex bazarına daxil olmaq da var. Bitget sayəsində başqa platforma axtarmağa ehtiyac qalmayacaq. Bitgetin daxilində bildiyimiz kimi həm kriptovalyutaları ticarət edəcəyik, eyni zamanda da artıq Forex bazarına, MT bazarlarına da daxil olmuş olacaq. Qeyd etmək istəyirəm ki, bu video qəti şəkildə yatırım tövsiyəsi deyil əziz istifadəçilər. Sadəcə bunun çox böyük və əla bir yenilik olduğunu düşündüyüm üçün bunu sizlərlə paylaşmaq istədim. Bu videomuz bu qədər idi. Videomuzu bəyənib yorum yazmağı unutmayın. Kanalımıza da abunə olun ki, növbəti videolardan xəbəriniz olsun. Mən Xəlil, hər kəsə bol qazanclar. Növbəti videolarda görüşənə qədər.